2025-ci ilin sonuna qədər dünya ölkələrinin dövlət borcu 111 min trilyon dollar təşkil edəcək. Yenavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat yayıb. Qeyd olunur ki, qlobal dövlət borcunun 1/3-dən çoxu ABŞ-nin payına düşür. Bildirilir ki, bir qayda olaraq inkişaf etmiş ölkələr ən böyük borca malikdirlər və bu ölkələr xarici borcdan iqtisadi artımı üstünlaşdırmaq üçün istifadə edirlər. Ən çox borcu olan 10 ölkənin siyasını təqdim edirik. Müqayisə üçün bildirək ki, Azərbaycanın dövlət borcu 25,9 milyard dollardır ki, bu da ölkənin ümumi daxili məhsulunun 19,5%-ni təşkil edir. Ümumi dövlət borcunun 8,3 milyard manatı və ya 32,8%-i xarici dövlət borcunun 17 milyard manatı və ya 67,2%-i daxili dövlət borcunun payına düşüb.